Verilişin baş sponsoru Sopsan Boyaları. Ezan dolu bir miskinim var benim, ağır yüreği lütfen var. Bu ömrüme yâkileydi gelelim, arasaydım bir günleri tapardım öyle belki. Benim elimden kopardım aman aman aman, ay ay Çetin bir de başlıca daştı giren, niye uçtu bu galasın bilbilen. Güller meleküm yazmayı unuttu, gülüm gülüm güllerimi kurur. Güller meleküm yazmayı unuttu, gülüm gülüm güllerimi kurur. Bu sevgideki bu tuzlu Aşağırdım ay yürüdüm hayatım, indi daha kaynar terbim hayatım, isimler mi boğulacak indi daha kaynar terbim hayatım, isimler mi boğulacak güller melekül yazmayı unuttu, gülüm gülüm güllerimi kurur. Kim olacak?
Show efirdədir və təbii ki, dəyərli sənətkar Məhəbbət Kazımovla başladıq bugün. Məhəbbət müəllim, xoş gəlib, səfa gətirmişsiniz. Bu mikrofona, süngərli mikrofona danışaq. Bəli. Buyurun. Salam. Hər vaxtınız xeyir olsun. Mənim pərəstişkarlarım, mənim istəklərim, mənim ürəyimi bilənlər, məni başa düşənlər. Hamınızı öpürəm, bağrıma basıram. Efir vasitəsilə bizə baxanların hamısını öpürəm. Var olsun. Mikail. Ay bəli. Məlin şirin olsun. Mikail, 4-cü dəfədir gəldik. Bəli. Mənim aləmdə, mənim düşüncəmdə, mənim sənətimdə mənə 4-cü dəfə dalmadal yeni verişə çağıran birinci sənsən. Öpürəm səni, bağrıma basın. Var olasınız. Var olasınız və bunu haqq etmişsiniz ki, ona görə və bütün tamaşaçıların sizə ehtiyacı var. Sizin kimi dəyərli sənətkarın dəyərli ifalarına ehtiyacı var. Məhəbbət müəllim özü məni nə qədər həyəcanlandırdısa, əziz tamaşaçılar, böyük coşku lazımdır. Bəli, həftənin birinci günüdür. Həftənin birinci günü çox maraqlı qonaqlarımız var. İlk olaraq Məhəbbət Kazımovla başladıq dəyərli sənətkarımız. Və bugün də Məhəbbət müəllim, alqışlar sizədir. Təşəkkürlər, təşəkkürlər. Çox sağ olun və digər qonağımızı bura dəvət eləmək istəyirik. Onun üçün çox önəmli bir gündür və bu önəmli gündə istədik ki, bir balaca da olsa sınaq deməyək, amma həmin xanım sənətkarın da ifalarını eşidək. Çünki bugün biləcəksiniz, hansı dəyərli bir gün kimi onun yaddaşında iyunun 3-ü iz salıb. Başlayaq mı? Fədaya Laçın gəlin! Fədaya Laçının ad günüdür, doğulduğu bir gündür. Təbriklər. Çox sağ olun. Və çox gürültülü alqışlar lazımdır. İki qat alqışlar lazımdır bugün. Hər birinizə təşəkkür edirəm. Gülə görə xüsusi təşəkkür edirəm. Musiqiçilərə təşəkkür edirəm. Tamaşaçılarımıza təşəkkür edirəm. Çox sağ olun. Siz də nədənsə bugün həyəcanlısınız? Yoxsa? Məndə biraz yorğunluq var. Bir balaca yorğunluq yox. Başqa həyəcan yoxdur. Tamaşaçılar onu bəhanə kimi anlayırlar. Gəl belə eləyək də bu günləri yorğunçuluqdan əsər əlamət olmamalı. Çünki həm bugün sizin ad gününüzdür, həm də bugün həftənin birinci günüdür. Çox önəmli gündür tamaşaçılar üçün. Bəlkə elə deyil? Elədir. Alqışlayaq ondansa. Üçüncü qonağımızı bura dəvət eləyəcəyik. Üçüncü qonağımız da çox dəyərli ifaları ilə bir dəfə bizim qonağımız olub. Bu dəfə ikinci dəfə olaraq o öz ifalarını ərmağan eləyəcək bu gözəl, sevimli şou üçün. Bəli, Eldar Ələkbərov qonağımızı. Bəli, alqışlayaq hər üç qonağımızı. Eldar Ələkbərov, Məhəbbət Kazımov və Fədaya Laçın qonağımızdır. Buyurun, salamlayın siz də tamaşaçılarımızı süngərli mikrofonla, bəli. Danışmaq yalnız o mikrofonla olur. Axşamınız xeyir olsun. Bizi efir vasitəsilə dinləyən tamaşaçılarımız, Mikail müəllim, mən sizləri və bu dəyərli ansamblı, bugün bizlə burada əyləşən insanları salamlayıram. Və bugün özümü çox xoşbəxt hiss edirəm ki, mən Azərbaycanımızın böyük sənətkarı, həm böyük insanı, uşaqlığımdan bugünə qədər duyğusal, kövrək ona qulaq asmışam. O da böyük sənətkarımız, mənim böyük qardaşım Məhəbbət Kazımovdur. Alqışlayıram Məhəbbət müəllimə. Allah Taala bu xalqa Məhəbbət Kazımovu çox görməsin. Amin inşallah. Böyük sənətkarımız və Fədaya xanımı mən salamlayıram. Ad günü təbrik olsun. Aləmin adından, əzizlərimin adından. Axşamınız var olasınız, çox sağ olun və istəyirəm bir təqdimata keçək. Bugün tamaşaçılarımızın Nofəl Süleymanovu görməsə də gələn efirlərdə mütləq görəcəklər. Müəyyən səbəblərdən, müəyyən problemlərdən gəlmədi Nofəl Süleymanov. Yəqin ki, biz əlaqə saxlamışıq. Gələn efir bizlə bərabər olacaq. Amma gəlin, bir gözəl təqdimata keçək. Ansamblda bugün Mehdi Bərdəli bizləndir. Coşqun Ramoğlu bizləndir. Yavaş, Əjdar Rami.
Ansamblımızda bugün Mehdi də iştirak eləyir. Mehdi başda olmaqla istəyirəm ki, Fədaya xan, bilmirəm nə hazırlayıblar, birdən qəmgin mahnı olar, sonra fərt olaram. Bilmirəm nə hazırlanım, amma qoy bu da Fədaya xanıma ərmağan olsun. Sizin hazırladığınız bir gözəl mahnı. Buyuraq, ansamblın ifasında, Mehdi Bərdəlinin ifasında gələcək. Mehdi, buyur, virtuoz ifanı yenə bizim bu gözəl sevimli şovda göstər. Teşekkürler.